hər zaman belə bir sual da aktuallaşırdı ki, növbəti hədəf Qazaxıstandırmı Rusiya üçün? Və xatırlayırsınızsa təxminən yarım 2 il öncə Kasım-Cömert Tokayev düz elə Putinin üzünə demişdi ki, biz Lugansk'dır, Donetsk'dir, dırnaqarası xalq respublikalarını biz tanımırıq, tanımayacağıq. Bizim üçün prioritet olan dövlətlərin ərazi bütövlüyüdür deyirdi. Və bundan 2 ilə yaxın müddət keçir. Sergey Lavrov bugün ayılıb deyir ki, mən Kasım-Cömert Tokayevin bu fikirlərlə razı deyiləm, xalqların öz müqəddəratını təyin etmə hüquqları var. Bax, bu açıqlamanı biz necə anlamalıyıq? Yusuf bəy, biz bu barədə söhbət eləmişdik. Söhbət ondan gedir ki, beynəlxalq hüququn prinsipləri bugün dövlətlərarası münasibətlərdə əsas başlanğıclar hesab olunur. Yəni, dövlətlər münasibətlərini tənzimləyərkən, nizamlayarkən daha çox beynəlxalq hüququn prinsiplərini istinad edirlər. Burada BMT-nin və Helsinki Yekun Aktının mətnində, yəni öz yerini tapan 10 prinsiplər gedir söhbət. Deməli, xalqların hüquq bərabərliyi, öz müqəddəratını təyin etməsi prinsipi var, dövlətlərin suveren bərabərlik prinsipi var, dövlətlərin daxil işlərinə qarışmamaq, dövlətlərin daxil yurisdiksiyasına aid olan işlərə qarışmamaq prinsipi var, dövlətlərin ərazi bütövlüyü prinsipi var, sərhədlərin toxunulmazlığı, insan hüquq və azadlıqlarına hörmət olunması, BMT nizamnaməsinə uyğun olaraq beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi, güc tətbiq etməmək və güclə hədələməmək prinsipi, eyni zamanda digər prinsiplər də var. Məsələn, burada biz qeyd elədik ki, məsələn, beynəlxalq münaqişələrin dinc yolla həll edilməsi prinsipi və s. Yəni, bax, bu prinsiplər bugün dövlətlərin öz aralarında olan münasibətləri həll edərkən nəzərə almalı olduqları əsas məsələlərdir, kazuslardır və yaxud belə deyək də, bu rəhbər başlanğıclardır. Amma bu prinsiplərin bəzən ziddiyyətli məqamlarının da olduğu deyilir. Məsələn, dövlətlərin ərazi bütövlüyü prinsipi deyir ki, dövlətin tanınan ərazisini heç kim poza bilməz. Dövlətin ərazisinin hər hansı bir hissəsini işğal etmək olmaz. Dövlətin özünün iradəsi olmadan o parçalana bilməz, ayrıla bilməz, onun içərisində başqa bir dövlət yarana bilməz məsələn. Amma xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etməsi prinsipi isə deyir ki, bütün xalqların hüquq bərabərliyi var və hər bir xalqın özünün haqqı var ki, öz müqəddəratını təyin etsin, yəni öz dövlətini yaratsın, öz təbliğatını qursun, öz taleyini özü müstəqil həll etsin. Biz onu da bilirik ki, bugün dünyada, məsələn, hardasa 200-ə qədər dövlət var. Amma, məsələn, əgər bütün xalqlar, amma bütün xalqların dövlətləri yoxdur. Yəni, yer üzündə yaşayan bütün xalqlar öz dövlətini qurmaq iddiasında olsa, onda görə dünyada 5-6 min dənə dövlət var. Yəni, elə dövlətlər var ki, onun içərisində 3, 5, 15 xalq yaşayır. Və onlar sabahları hər biri qalxıb özünü ayrıca dövlət qurmaq istəsə, deməli, dövlətin ərazi bütövlüyü dağılacaq, pozulacaq. Konkret olaraq Qazaxıstanla Rusiyanın arasında baş verən bu diyaloqu, yaxud da bu hələlik siyasi, diplomatik qarşıdurmanın mabədi ondan ibarətdir ki, indiki Qazaxıstan ərazisində Ruslar yaşayır. Xüsusilə Şimali Qazaxıstanda onlar cəm halında, toplu halında yaşayırlar. Rusiyanın sərhədlərinə yaxın. Yeri gəlmişəm, Rusiya ilə Qazaxıstanın sərhədləri dünyanın ən böyük sərhədlərindən biri hesab olunur. Səhv etmirəmsə 7000 kilometrə qədər onların sərhədi. Və bu şimal bölgələrində də Qazaxıstan ərazilərində Ruslar yaşayır və Ruslar hər fürsətdə sanki həmin əraziləri Qazaxıstandan almağa çalışır. Xüsusilə də ona istinad edirlər ki, bu ərazilərdə Ruslar yaşayır, deməli bu Rusiyanın əraziləri. İndi Qazaxıstan da haqlı olaraq deyir ki, əslində Rusiyanın cənub, yəni Qazaxıstanla həmsərhəddə olan cənub bölgələri qədim Qazax torpaqlarıdır, qədim Türk torpaqlarıdır, Qıpçaq torpaqlarıdır. Yəni, belə normalda qalsın, tarixə istinad olunsa, əksinə, həmin əraziləri Qazaxıstana Rusiya qaytarmalıdır. Amma Rusiya güclü olduğuna görə, əksinə, deyir ki, Şimali Qazaxıstan bizə verilməlidir. Bəzində hətta Qazaxıstan dövlətçiliyini belə özünü onlar tanımırlar. Hansı ki,
bilirik də tarix kitablarında bilirik, xüsusədəki o Orjan Süleymanovun əsərlərində, digər tarix əsərlərdə məhz indiki Rusiyanın qədim Türk dövlətlərində qurulması, qədim o Qıpçaq xalqına mənsub olan ərazilərdə indi Rusiyanın bir imperiya kimi mövcud olmasına dair də kifayət qədər ciddi əsaslar var, iddialar var. Yəni, əslində Qazaxıstan bir Rusiya ərazi iddiası irəli sürmür. Və yaxud da Rusiyanın ərazisində böyük, bilirik ki, milyonlarla türklər yaşayır. Məsələn, Tataristan, Başqırtıstan, Sarxa, Balkar, Qaraçay və s. Yəni, bütün bu xalqlar, əslində bunlar hamısı türk xalqlarıdır. Ruslar onların hərəsinə bir ad qoymaqla, sanki bunları bir-birinə yadlaşdırmaqla bir millətə müxtəlif adlar qoyublar. Bunların torpaqlarını işğal ediblər, bunların müxtəlif muxtar qurumlarda, necə ki o İranda Güney Azərbaycanı parçalayıb, necə ostan düzəldiblər. Ruslar da eyni siyasət həyata keçirib, Rusiya ərazisində yaşayan türkləri bölərək, parçalayaraq bir neçə muxtar vilayətlər, qurumlar yaradıblar. Yəni deməyim odur ki, normalda bugün Qazaxıstanın da digər Türk dövlətlərinin də əslində haqqı var ki, Rusiya desin ki, sən türklərin ərazilərini işğal eləmişsən, türklərin, günləri əhəmiyyətli bir hissəsini Rusiya ərazisində yaşamağa məcbur etmişsən, məhkum etmişsən. Amma dediyim kimi, bunu hələlik Türk xalqı, Türk dövlətləri demir, Qazaxıstan da demir. Rusiya isə əksinə, hər dəfə lazım olanda Qazaxıstanı xatırladır ki, Şimali Qazaxıstanda Ruslar yaşayır. Şimali Qazaxıstanı biz sizdən ala bilərik, mübahisələndirə bilərik. Və o xalqların hüquq bərabərliyi, öz müqəddəratını təyin etmək prinsipinə də ona görə istinad edirlər ki, yəni sabah Qazaxıstanda yaşayan Ruslar deyə bilərlər ki, biz öz müqəddəratımızı yenidən həll edirik. Onlar yığışıb qərar verərlər ki, onlar Qazaxıstanın ərazisi deyil, Rusiyanın ərazisi olsunlar. Qazaxıstan vətəndaşı deyil, Rusiya vətəndaşı olsunlar. Və yaxud da orada ayrıca bir separatçı dövlət qurum yaratsınlar və s. Yəni, bu mübahisə, əslində bu örtülü şəkildə Qazaxıstan və Rusiya arasında belə bir münaqişə gedir. Bu da onu deməyə əsas verir ki, açığı, Rusiyanın yaxın gələcəkdə növbəti hədəfi Qazaxıstan və yaxud da Şimali Qazaxıstan ola bilər. Ona görə bu məsələyə bir həssaslıq var. Əslində biz də məsələyə çox həssas yanır. Bəli. İnternet bağlantısında müəyyən problemlər yarandı, səhv eləmirəmsə, yenidən hörmətli Əli bəylə əlaqə qurmağa çalışaq. Hörmətli efir rejissorumuz, mənə də xəbərdar eləyərsiniz. Əziz tamaşaçılar, qeyd eləyək ki, efirimizin qonağı Demokratik Dəyişim Platformasının sədri, politolog, hörmətli Əli Mustafadır. Hörmətli Əli bəy, çox önəmli bir məqama gəldik çatdıq əslində. Qazaxıstanın şimalı ilə bağlı həqiqətən də ciddi təhdidlər, ciddi təhlükələr var və siz də qeyd etdiniz ki, biz də son dərəcə diqqətli olmalıyıq bu məsələdə. Belə olduğu təqdirdə biz ümumiyyətlə Türk Dövlətləri Təşkilatının aparıcı ölkələri olan Azərbaycan və Türkiyə nə etməlidir? Xüsusilə Qazaxıstanın özündə də ciddi problemlər var da, demoqrafik nöqteyə nəzərdən. Nəzərə alsaq ki, dünyanın ərazisinə görə 9-cu ən böyük ölkəsi olan Qazaxıstanda sadəcə 20 milyon üzərində bir qədər insan yaşayır. Bunların arasında etnik olaraq Ruslar da var. Belə olduğu təqdirdə Qazaxıstan hökuməti həm də hansı xətti götürməlidir, yürütməlidir? Qazaxıstan hökuməti xüsusilə Nazarbayev dönəmində çox ağıllı bir siyasət apardı. Əslində Qazaxıstan ərazisində etnik rusların süni şəkildə sayı daha çox idi. Xüsusilə bu müharibə dönəmi, 2-ci Dünya Savaşı dönəmində, ondan sonraki dönəmlərdə süni şəkildə Qazaxıstan ərazilərinə ruslar köçürülmüşdü. Və ümumiyyətlə biz xatırlayırıq da, vaxtıyla bu Stalin dönəmində böyük köç siyasəti var idi. Xalqları belə köçürdürdülər, müxtəlif bəhanələrlə. Yəni bu dünyada misli görünməyən bir vəhşilikdir, bir soyqırımdır, nə bilim, insanlığa, bəşəriyyətə zidd olan addımlardır. Bunu Sovet dönəmində ediblər, Ruslar ediblər. Məsələn, Çeçenləri köçürdüblər, deyək ki, bu Azqa türklərini köçürdüblər, başqa xalqları. Toplu halında xalqları, millətləri belə öz vətənlərindən köçürdürdülər, didərgin salırdılar. Daha çox da bunu Qazaxıstan ərazilərinə köçürdürdülər. Və yaxud sonraki dönəmlərdə müharibədən məsələn o əsir düşənlər falanlar, onları da müxtəlif ərazilərə köçürdülər. Yəni bir süni demoqrafik problem yaradırdılar. Yəni bu süni köçürtmə siyasəti ilə, amma eyni zamanda başqa bir şey də görürlər. Məsələn, Qazaxıstanda xalqı ac yalamac saxlayırdılar. Təsəvvür ki, böyük çöldür də, dünya ilə əlaqəsi olmayan, təcrid olunan, qapalı olan, Sovet hökumətində hamı xatırlayır ki, bir koloniya idi da, üstü açıq koloniya, türmə idi.
Bəli. Yəni bunun içində nə baş verir heç kim bilmirdi. Hər tərəf çəpərlənmişdi, simlənmişdi, falan eləmişdi. Yəni burada təsəvvür edin ki, Qazaxıstanda, digər Türkistan cümhuriyyətlərində də bu məsələlər baş verib. Milyonlarla insan ac-yalavac saxlanılırdı. Oranın bütün ərzağı, onların əlində nə varsa hamısı zorla alınırdı. Malı, heyvanı, əkini, Süni biçini. aclıq yaradılmışdı Stalin dönəmində. Hər kəs xatırlayır yəqin ki. Bəli, bəli. Bunu deməli, həmin o ərzağı alıb gətirdilər, özləri yiyirdilər. Ruslar özləri yiyirdi. Rusiyada xalqa verirdilər. Oradakı Türkistandakı insanlar da buraxılırdı taleyin ümidinə və milyonlarla insan orada acından qırılır. Ona görə büyük təsəvvür edin, bəli, milyonlarla kvadrat kilometr ərazisi olan Qazaxıstanın cəmi 20 milyon əhalisi var. Yəni o 20 milyon əhalinin olmasının əsas səbəbi odur ki, vaxtilə orada Qazax türklərinə qarşı çox ciddi və məqsədyönlü şəkildə, planlı şəkildə bir soyqırım həyata keçirilib. Onlar qırılandan sonra ora Rusları köçürüblər. Ona görə bir süni olaraq orada bir Rusların demografik üstünlüyü var idi. Amma bu müstəqillikdə baş tutandan sonra artıq Rusiyanın başı qarışdı öz işlərinə. O vaxtı Nazarbayev orada elə bir siyasət həyata keçirdi ki, keçmiş Sovetlərin müxtəlif bölgələrində yaşayan Qazaxlar yenidən Qazaxıstana qayıtdılar. Bəli. Yəni orada Qazaxlar üçün əlverişli bir şərait yaratdı, dəvət elədi, onlara orada iş, mənzil, fəsairə kimi imkanlar yaratdı. Yəni bunun sayəsində Qazaxıstanda demografik vəziyyət Qazaxların xeyrinə dəyişib.